Martın 15-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun peşəkar teatr fəaliyyətinin 50, bədii yaradıcılıq və jurnalistika fəaliyyətinin 60, anadan olmasının isə 75 illik yubileyi keçirilib. Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirinə dəvət olunan qonaqlar xalq şairi Nəriman Həsənzadə, xalq şairi Sabir Rüstəmxanlı, yazıcı publisist Hümbət Həsənoğlu, rəssam Hüseyn Mirtəqevi çıxış edərək rejissoru yubiley münasibətlə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər. Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov yubiley haqqında səmimi fikirlər səsləndirib. Daha sonra Ağalar İdrisoğlu Teatr Xadimləri İttifaqı tərəfindən Teatr Fədaisi medalı ilə təltif olunub. Şəkli budur. Qısa olaraq təbrikimizi də rica edəcək sizdən. Ürəkdən alqışlayaq. Hüseyin müəllim dünyada yeganə insandır ki, cərrah bıçağı ilə rəsm əsərləri çəkir. 100-dən artıq belə əsərləri var. Arsın müzeylidir ki, bu əsərlər dünyada tanınsın. İnanıram ki, tez bir zaman içərisində bu hadisə baş verəcək. Təşəkkür ederim. Bu Mart ayı ümumiyyətlə mənim həyatımın ən uğurlu ayı sayılır. Çünki Martın 10-da Milli Teatr günüdür. Martın 27-si Beynəlxalq Teatr günüdür. Bax, sizin bugün baxacağınız Panço Pançevin 4 əkizin nağılı tamaşasını da 2013-cü ilin Mart ayının 10-unda biz təhvil vermişik. Yəni 12 ildir bu tamaşanı biz teatrda oynayırıq. Onunla bir yerdə mən 19 il işlədiyim, yəni 9 il aktyor, 10 il bədii rəhbər direktor olduğum Sumqayıt Dövlət Musiqili Dram Teatrının da Martın 14-də yarandığı gündür. 69-cu ilin Martın 14-də yaranıb. Martın 15-də mən bugün adını daşıdığım Ağa adlı qardaşım dünyaya gəlib. Yəni 1940-cı ilin Martın 15-də. Əfsus ki, 44-cü ildə atam Böyük Vətən müharibəsi olanda qardaşım fevral ayında anamın qucağında acından və soyuqdan dünyasını dəyişir. 1950-ci ilin mart ayının 16-da mən dünyaya gəlmişəm və mənə də Ağalar adı qoyublar. Bax, mən indi bədii yaradıcılığımı, yəni 60 ildiki bədii yaradıcılıqla, jurnalistika ilə məşğulam, onun adından yazıram. 50 ildə peşəkar teatrda çalışıram, aktyor, rejissor kimi öz adımdan yazıram, yaradıram. 2 ali məktəb qutarmışam. Mirzə Əliyev adlı İncəsənət İnstitutu, bir də Moskvada Luna Çarşkında Dövlət Teatr Sənət İnstitutunun rejissorluq fakültəsini qutarmışam. Eləcə də Martın 15-də mən 77-ci ildə Sumqayıtda teatr studiya yaratmışam. 10 ildə 300 nəfərdən adam o teatr studiyada təhsil alıb. Yəni Martın 15-də 1977-ci Martın 15-də Cəlil Məmmədquluzadənin Kamança piyesini oynamışıq. Bakıda festivalda diplom və birinci yer almışıq. Martın 16-sında da Sumqayıtda 49 nömrəli texniki peşə məktəbində Sumqayıt texniki işçiləri üçün yəni bu tamaşanı oynamışıq. Yəni belə götürəndə Mart ayı mənim həyatımın ən uğurlu ayıdır və məhz ona görə də elə bu günlərdə Martın 15-də biz bu tamaşanı oynayırıq. Yəni 12 ildir oynadığımız tamaşanı oynayırıq. Bu tamaşa 2013-cü ildə səhnəyə qoyulmuşdu. Bizim görkəmli rejissorumuz, görkəmli mədəniyyət və incəsənət xadimi Ağalar İdrisoğlu tərəfdən. Demək olar ki, 2013-cü ildən bəri mütəmadi olaraq tamaşa oynanılır və uşaqların böyük rəğbətinə səbəb olub. Ağalar müəllimin bu gözəl günündə ona can sağlığı arzulayıram. Ağalar müəllim bizim görkəmli mədəniyyət xadimimizdir. O öz duruşu ilə, danışığı ilə, gördüyü işlərlə biz gənclərə həmişə nümunə olub. Bir daha onu təbrik edirəm, can sağlığı arzulayıram. Bu günləri bizim gözəl rejissorumuz Ağalar müəllimin bugün 75 illiyidir. Bilirsiniz, gözəl rejissor olmaq olar, dahi rejissor da olmaq olar, amma gözəl insan, şəxsiyyət olmaq çox çətin məsələdir. Ağalar müəllim o gözəl
ürəyindən, o gözəl alicənablığından demək olar ki, bütün aktyorların ürəyini fəth edib. Mən bunu demək istəyirəm. Təbii ki, yaradıcılığı barədə danışmaq mənim üçün çətin də deyil. Çünki Ağalar müəllimin çox gözəl tamaşalar quruluş veribdi zamanında da, indi də. Mən ona can sağlığı arzu edirəm ilk növbədə. Yaşasın, yaratsın və həmişə bizim yanımızda olsun. Səhnəmizdən heç zaman əskik olmayın. Gözəl insan, Ağalar müəllim. Biz sizi çox istəyirik. Doğrudan da çox istəyirik. Çünki siz çox alicənab bir insansınız. Bugün bizim için hoş bir mötəbər bir gündür. Çünkü bugün bizim canımız, gözümüz, sevimli rejissorumuz Ağalar İdrisoğlu'nun 75 illiğiydi ve biz bugün Ağalar müəllimin quruluşunda 4 əkizin nağıl tamaşasını oynayacağıq və bu tamaşa artıq 10 ildən artıqdır ki, bizim səhnədə oynanılır. Və mən də çox şadam ki, bu tamaşada rol almışam, bu tamaşada oynayıram və həvəslə oynayıram. Mən Ağalar müəllimə can sağlığı arzulayıram. Ağalar müəllimə bol-bol ruzu bərəkət arzulayıram. Yaradıcılıq uğurlar arzulayıram. Həmişə canı sağ olsun, yaşasın, yaratsın, biz də onunla fəxr eləyək. Ağalar müəllimin 75 yaşı tamam olur. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edirəm. Ona həyatda ən gözəl nemət olan can sağlığı arzulayıram. Mən ondan 2 tamaşada məşğul olmuşam, əsas rolları canlandırmışam və çox gözəl rejissordur. Arzu eləyərdim ki, yenə də nə isə bir özünün də arzusu var. Gözəl əsərlər hazırlasın və mən də orada rol alım. Ağalar müəllimi bu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Ağalar müəllimi 30 ilə yaxındır tanıyıram. Onun qurduğu tamaşalarda bir çox rollarda çıxış eləmişəm. Bundan sonra könlümdə də Ağalar müəllimə can sağlığı arzulayırıq, daha yeni yaradıcılıq uğurları arzulayırıq, yeni əsərlərlə həm biz aktyorları sevindirsin, həm də tamaşaçılar onun qurduğu tamaşalarla baxır, sevinsin. Ağalar müəllim, 75 illik yubileyin mübarək olsun. Bugün teatrımızda bayramdır. Görkəmli teatr xadimimiz, Əməkdar İncəsənət xadimi, yazıcı, dramaturq, rejissor Ağalar İdrisoğlu'nun bugün 75 illik yubileyidir. Onu təbrik edirəm, səmimi qəlbdən təbrik edirəm. Ona can sağlığı, uzun ömür arzulayıram. Ağalar müəllim, yubileyin mübarək olsun. Mən Ağalar müəllimin yaradıcılığından danışmaq istəmirəm, çünki yetərincə onun haqqında danışılıb. Mən sadəcə bütün teatrımızdakı gənclərə bir arzu olur həmişə. Deyirəm ki, istərdim ki, siz Ağalar İdrisoğlu kimi enerjili olasınız. Yəni bu insanın 75 yaşı var, amma 75 yaş vermək olmur. Daim yaradıcılıqla məşğuldur, daim hərəkətdədir və mən bütün teatrımızın aktyorlarını, ümumiyyətlə bütün insanlara onda olan enerjini arzulayıram. Ağalar müəllim ad gününüz mübarək, sizə uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Bizim sevimli gənc tamaşaçılar teatrında, görürsünüz burada da gənclər də hamısı uşaqlar sevinirəm onları görəndə. Gənc tamaşaçılar teatrında Azərbaycanın görkəmli rejissoru, teatr rejissoru, aktyoru, yazısı, dramaturgu, universal bir şəxsiyyətdəsinlər. Ağalar İdrisoğlu'nun 75 yaşını qeyd edirik. Ağalar İdrisoğlu təxminən yarım əsrdir Azərbaycanda balacalı, böyülü bir çox teatrlarda tamaşa qoyub, özü bəzi tamaşalarda aktyor kimi oynayıb. Hətta Azərbaycandan kənarda Dərbət teatrında, o Dərbət teatrının qorunmasında, yaşanmasında onun xidməti var. Sumqayıt teatrında çalışıb o vaxt. Onun biz də tamaşalarına baxmışıq orada. Çox gözəl tamaşalar qoyurdu. Bütün ömrünü bu unikal sənətə bağlayıb, əlbəttə Ağalar İdrisoğlu'nun xidməti mənə görə yetərincə qiymətləndirilməyib. Onun bəzən də işinə qısqanclıqla yanaşanlar da olub, amma istedadlı bir adamdır, yorulmadan çalışan bir adamdır, gecə-gündüz bilmədən, belə deyək ki, çalışan bir adamdır. Ona görə də 75 yaşında çox belə gənc enerjidən dolu gəlib çatıb. Onu təbrik edirəm. Ona bundan sonra da böyük yaradıcılıq uğurları arzulayıram. Qeyd edək ki, tədbirin davamında yubilyarın quruluşunda Balqar dramaturgu Panço Pançevin 4 əkizin nağıl adlı piyesi əsasında səhnələşdirilən eyni adlı tamaşa nümayiş olunub.
Xeyrənsə Piriyeva, Müqabil Bəbirxanov, Səs TV.